Salam gənclər, hər birinizi xoş gördük. Ümid edirəm ki, yaxşısınız. Son illərin qəbullarına diqqət yetirdikdə şəxsən özüm müşahidə edirəm ki, Dövlət İmtahan Mərkəzi Dövlət Qulluğunun bəzi suallarını götürüb magistratura imtahanına salıbdır. Təbii ki, biz bunun qarşısını ala bilmərik. Lakin əvvəlcədən tədbirlər görə bilərik. Necə bir tədbirlər? Bəzi suallar var ki, şəxsən özüm də inisiativ yanaşaraq deyirəm ki, qəbula düşmə ehtimalı yüksək olan suallardandır. Bir də yuxarıda göstərilir. Hətta bu sual qəbulda düşsə, Dövlət İmtahan Mərkəzinə hörmətim 2 qat artacaq. İndi isə keçək bunun izahına. İlk olaraq mətni oxuyaraq başa düşməyə çalışaq. Nömrələnmiş 12 çubuğun hər biri 2 çubuqla bağlar vasitəsilə birləşərək fərqli sayda 3 və daha çox çubuqlardan ibarət bir neçə qapalı dəstəmələ gətirir. Buraya qədər oxuduq və heç nə başa düşmədik. Ən yaxşısı mən sizə bunu praktiki formada başa salım. Baxın, şaqlı xətlərdən göstərilənlər bizim çubuqlarımızdır və 12 dənə çubuğumuz var. Üfüqi formada göstərilənlər isə bizim bağlarımızdır. Məsəl üçün bu bağ 1-ci və 9-cu çubuğu birləşdirir. Baxın, digər bağ 4-cü və 10-cu çubuğu birləşdirir. Son olaraq bunu da göstərim sizə. Məsəl üçün bu bağ 2-ci və 11-ci çubuqları öz aralarında birləşdirir. Və məntiqən diqqət yetirsəz, hər çubuğun üzərində 2 dənə bağ başlığı var. Məsəl üçün 1-ci çubuqda da bu keçərlidir. 2-də də keçərlidir. Hətta 10-cu çubuqda da keçərlidir. Hər bir çubuqda nə oldu? 2 dənə bağ başlığı yarandı. Onda ilk olaraq elə 1-ci çubuqdan başlayıram. Qapalı dəstə yaranması üçün mən təbii ki, bunları birləşdirməliyəm. 1-ci çubuğu görərək bu 2 dənə bağ hansı çubuqlardan birləşdirir? 1-ci bağ 7-ci çubuqla, 2-ci bağ isə 9-cu çubuqla birləşdirir. 7-dən davam edirəm. Digər bağ başlığına gətirəm xəttimi. Həminki bağ 7-ci çubuğu 12-ci çubuqdan birləşdirir. 12-ci çubuqdakı digər bağla əlaqələndirirəm, təbii ki, xəttimi. Həminki bağ 12-ci çubuqdan 5-ci çubuğu nə edir? Bir-birinə birləşdirir. 5-ci çubuğun digər bağına xətti gətirirəm yenə eyni qaydada. 5-ci çubuqdakı digər bağ həminki çubuğu 9-cu çubuqla birləşdirir. Və baxın, 9-cu çubuqdakı bağ başlıqlarını da birləşdirsəm, artıq mənim qapalı dəstəm yarandı. Bu mənim 1-ci qapalı dəstəmdir. Hansı çubuqları birləşdirir? Baxıram 1-i, 5-i, 7-ni, 9-u və 12-ni. Aşağıdan qeyd edirəm. 1, 5, 7, 9 və 12. Keçirəm 2-ci qapalı dəstəyə. Təbii ki, 2-ci çubuqdan başlaya bilərəm. Yenə eyni qaydada sürətli formada birləşdirək. 1-i 4-cü çubuqla, 1-i isə 11-ci çubuqla birləşdirir. Sonra 4-cü çubuqdan 10-cu çubuq, 10-cu çubuqdan 3-cü çubuq, 3-cü çubuqla 6-cı çubuq, 6-cı çubuqla 8-ci çubuq, 8-ci çubuqla 11-ci çubuq birləşdi və qapalı dəstə yarandı. Bəs ikinci qapalı dəstədə hansı çubuqlar iştirak etdi? 2, 3, 4, 6, 8, 10, 11. Bunu da qeyd edirəm. 2, 3, 4, 6, 8, 10 və 11. Bəs bizdən nə istəyir? Ən kiçik dəstəyə aid çubuqların nömrələrinin cəmini müəyyənləşdirin. Burada ən kiçik dəstə ilə 1-ci dəstəmiz idi. Nömrələri cəmi isə 1, 5, 7 edir 13. Üzərinə 12 gəlirəm 25. 25-in də üzərinə 9 gəlirəm 34. Cavabımız olur C variantı.